Fitrə verilirkən nələr nəzərə alınmalıdır? Gündəm xəbərinin efirində 17 mart tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, fitrə evdən adam başına görə verilən bir məsələ deyil. Yəni, uşaqlar var, oruç tutmayıb. O, hardan verəcək, niyə verilməlidir? Bu sözləri Milli Azad açıqlaması zamanı ilahiyyatçı Elşad Miri deyib. Elşad Miri qeyd edir ki, fitrə sədəqədir, yardımlaşmadır. Ailədə əsasən oruç tutanların üzərinə düşür. Onun sözlərinə görə, oruç tutan da imkanı varsa öz büdcəsinə uyğun şəkildə bir ailəni və ya bir insanı sevindirəcək məbləğdə vəsait ayırmalıdır. Elə insanlar var ki, maddi imkanı yaxşıdır, amma yenə də 5-10 manat verir. Digər tərəfdə isə daha az imkanı olan biri də onunla eyni məbləği verir. Bu isə düzgün deyil. Nəzərə çatdırıb ki, İlahiyyatçımız hər kəs fitrəni öz büdcəsinə görə müəyyən eləməlidir. İnsan öz bayram xərclərini necə planlaşdırırsa, fitrəni də ona uyğun hesablamalıdır. Minimum və ya orta məbləğ seçərək ehtiyacı olanlara dəstək ola bilər. Bu ailədə hər bir fərd üçün ayrıca veriləcək bir məsələ deyil. Qeyd eləyək ki, Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib ki, Ramazan ayının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf eləyəcək. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq və Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 8-də, Təzəpir məscidində isə sabah saat 9-da təyin edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini fəlsəfə üzrə fəlsəfə doktora Hacı Fuad Nurullayev bildirib ki, oruç tutub tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarması vacibdir. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə eləyir ki, orta səviyyədə yaşam tərzi olan insanlar adam başına 10-15 manat fitrə zəkatı versin. Bunun üçün konkret standart məbləğ müəyyən edilməyib. Bu sadəcə idarənin tövsiyəsidir.